Aha uşaqlar, salamlayıram hər kəsi. Deməli, bugün kimyanın ikinci anlaşlarının davamı olan hadisələr haqqında danışmaq istəyirəm. Uşaqlar, ümumiyyətlə hadisə nədir? Hadisə ətraf mühitdə baş verən dəyişiklikdir və hadisələr özü iki cür olur. Hadisə. Biri var fiziki hadisə. Bir də var kimyəvi hadisə. Baxın, xassələr də var idi. İndi bunu belə deyəndə bəzi uşaqların ağlına xassə də o dəqiqə gələ bilər ki, xassələr də fiziki xassə var idi və kimyəvi xassə var idi. Və elə uşaqlar da baxın çaşırlar, özünü çaşdırırlar. Elə fiziki xassədəki olan hər şeyi fiziki hadisəyə də əlavə edirlər və yaxud da kimyəvi xassədəki olanlar ki dedim, onu deyirlər kimyəvi hadisə. Uşaqlar, fiziki xassə maddənin dediyi aqreqat halıdır. Yəni onun bərk maye qazandı olması, rəngi, iyi, dadı, sıxlığı, istilik keçiriciliyi, elektrik keçiriciliyi, ərimə temperaturu, qaynama temperaturu, donma temperaturu. Fiziki xassə budur. Fiziki hadisə isə biz öyrəndik, məsələn, o proseslər var idi. Ərimə prosesi, maddənin bərk haldan maye halına keçməsi və yaxud da maddənin deyək ki, maye haldan qaz halına keçməsi üçün nə lazım idi? Buxarlama prosesi, maddənin qaz halından maye halı keçməsi, kondensləşmə. Yəni bu öyrəndiyimiz bu proseslər, ərimə, buxarlanma, kondensləşmə, donma, sublimasiya, desublimasiya, bax bunlar fiziki hadisəyə aiddir. Daha sonra bir də var idi, məsələn, eyni cinsli qarşılıqlarla müxtəlif cinsli qarşılığın ayrılması üsullarını öyrətmişdim sizə. Eyni cinsli qarşılığın hansı ayrılma üsulları var idi? 4 dənə ayrılma üsulu var idi. Hansılar idi? Buxarlanma, kristallaşdırma, sonra siz deyin, distillə, bəli, xromatoqrafiya. Baxın, bu eyni cinsli qarşılığın ayrılma üsulları. Sonra müxtəlif cinsli qarşılığında uşaqlar ayrılma üsullarını öyrənmişdik. Onlar hansılar idi? Bəli, süzmə, sonra maqnitlə təsir etmə, xromatoqrafiya. Baxın, bunların hamısı fiziki hadisədir. Və yaxud da məhz belə yaza bilər testlərdə dəmirin xırdalanması, şüşənin sınması, havadan azotun alınması, oksigenin alınması, daha sonra məsələn kartofdan nişastanın alınması, şamın əriməsi, yenə deyirəm, ərimə məsələn verə bilər. Testdə verək ki, şamın əriməsi, buzun əriməsi. Baxın, belə suallar verə bilər. Məsələn dedik buxarlama, sudan su buxarının alınması. Bunların hamısı mahiyyət olaraq yenə deyirəm, məntiq olaraq eyni məntiqdir. Ərimə prosesi varsa, onsuz da sənə şamın əriməsi versin, buzun əriməsi versin. Nə fərqi var ki? Orada maddənin fərqli versin, fərqi yoxdur. Yəni orada ərimə var. O nə olacaq? Fiziki hadisə. Baxın, hadisələr bunlar idi. Bir də var kimyəvi hadisə uşaqlar. Kimyəvi hadisələrə artıq siz əzbər bilməlisiniz. Bunlara hansılara aiddir? Məsələn, südün turşuması, əhəngin söndürülməsi, yanma, meyvənin xarab olması, cracking, korroziya, dissosiasiya, elektroliz, hidroliz, dehidrogenləşmə, sabunlaşma, hidratasiya, oksidləşmə reduksiya reaksiyaları. Sonra məsələn glikozadan nişastanın alınması, termit qaynağı, nişastadan glikozanın alınması, sudan oksigenin alınması, oksigendən suyun alınması, çürümə, yanma, qıcqırma, parçalanma. Bax bunların hamısı fotosintez, tənəffüs. Bax bunların hamısı, bunları əzbər bilməlisiniz. Nədir? Kimyəvi hadisədir. Aha, bu da belə. Sonra gəlirik uşaqlar valentlik haqqında danışmaq istəyirəm. Valentlik uşaqlar deməli, iki cür valentlik var. Bir var sabit valentlik, bir də var dəyişkən valentlik. Sabit valentliklər uşaqlar, 1 valentlər var, 2 valentli, 3 valentli və 4 valentli. Deməli, 1 valentlilərə hansılara aiddir? Hidrogen, litium, natrium, bunları əzbər bilməlisiniz. Kalium, rubidium, sezium və flor. Baxın, bunlar hamısı nədir? 1 valentlidir. 2 valentliyə aiddir beridium, magnezium, kalsium, stronsium, barium, radium, oksigen, burada ama bir dənə izahını verəcəm, onun üzərinə ona görə biraz işarə qoydum. Sink və civə. Bunlar 2 valentlidir. Ondan sonra 3 valentlilər isə bor və alüminiumdur. 4 valentdə də karbon, amma yenə karbona da ulduz qoyuram. Baxın, yəni bunu siz bilməlisiniz. Mən sizə deyəcəm ki, litium neçə valentlidir? Siz bilməlisiniz ki, avtomatik bir düşünmürsünüz, əzbərləyirsiniz. Kalium 1 valentli. Litiumda, natriumda, kaliumda, rubidium, sezium, flor və hidrogen. Bunlar nə oldu? 1 valentli. 2 valentlilər berilium, magnezium, kalsium, stronsium, barium, radium, sink, civə və oksigen. Amma oksigenə yenə deyirəm, bir dənə istisnamız var. Ona görə işarə qoymuşam ora yuxarısına. 3 valentlərdən bor və alüminium, 4 valentdən də karbon. İndi oksigen və karbonda nə problemi var ki, ay müəllim? Uşaqlar, karbon 4 valentlidir, düzdür? Amma istisna CO, dəm qazı molekulunda karbon özünü 4 valentli kimi aparmır. Karbon burada özünü 3 valentli kimi aparır. Yaxşımı? Yadda saxlayın. Yəni, karbon oksigenə 3 xətlə birləşir. İndi bəzi uşaqlar bu hissəni başa düşə bilər nə deməkdir? Ümumiyyətlə, baxın uşaqlar, bu xətti indi burada deyim, amma ümumiyyətlə bu mövzunun ümumiyyətlə dərsi deyil. İndi hər ehtimala
Kim ki başa düşmür, içində qaranlıq qalmasın, ona görə izahını verim. Baxın, karbon dedim 3 valentlidir. Yəni karbondan 3 dənə xətt çıxmalıdır, oksigeni birləşməlidir. Məsələn, metan molekulunda karbon 4 valentlidir uşaqlar. Ona görə karbon hidrogen atomlarına, baxın bunu bir dənə sileyim. Karbon dedik ki 4 valentlidir, həmin bu metan molekuluna görə karbon hidrogen atomlarına, bax bu hidrogen atomu dedik ki 1 valentlidir. Ona görə hidrogen atomuna bir dənə xətt çıxa bilər. Bu da 1 valentlidir, 1 xətt, 1 xətt, 1 xətt. Bəs ümumi karbondan neçə xətt çıxdı? 1, 2, 3, 4. Deməli, onda 4 ümumi karbon atomuna çıxdığına görə karbon 4 valentlidir. Hidrogendəki hərəsindən 1 xətt çıxıb. Görürsünüz, hidrogende 1 valentlidir. Amma CO molekulunda dedik karbon 3 valentlidir. Ona görə karbondan ümumi 4 xətt çıxa bilməz. Yəni, karbon atomu, uşaqlar, oksigen atomuna 3 xətlə birləşməlidir. Aha, bu deməli karbonun istisnası idi. Deməli, karbon bütün birləşmələrdə 4 valentlidir. Baxın, bütün birləşmələrdə karbon 4 valentlidir. Amma istisna dəm qazında karbon neçə valentli oldu uşaqlar? Bəli, 3 valentli oldu. Bir də oksigendir. Oksigende istisna nədir uşaqlar? Oksigen 1 var hidroksiyon iyonu. Hidroksiyon iyonu baxın belə yazılır. H3O müsbət. Burada oksigen özünü 2 valentli kimi aparmır. Burada oksigen özünü 3 valentli kimi aparır. Bir də dəm qazında oksigen özünü, o da 3 valentli kimi aparmır. Daha doğrusu 2 valentli kimi aparmır, 3 valentli kimi aparır. Bu da belə. Bu oldu sabit valentlilər. Bir də var uşaqlar dəyişkən valentlilər. Dəyişkən valentliləri burada belə yazmıram. Onu özünüz istənilən bir kitabdan onsuz da yazır, əzbərləyə bilərsiniz. Məsələn, bu dəyişkən valentli nə deməkdir? Necə ki biz bildik, məsələn, hidrogen 1 valentlidir, lityum 1 valentlidir. Amma bəzi elementlər var ki, onlar müxtəlif cür valentli daşıya bilər. Məsələn, deyirəm dəmir, ferium. Ferium həm 2 valentli ola bilir, həm 3 valentli ola bilir. Sonra məsələn kükürt. Kükürt həm 2 ola bilir, həm 4 olur, həm 6 olur. Fosfor həm 3 olur, həm 5 olur. Ondan sonra məsələn qızıl deyirəm, həm 1 valentli olur, həm 3 valentli olur. Azot həm 3 valentli olur, həm 4 valentli olur. Azot həm 3 valentli olur, həm 4 valentli olur. Baxın, bunlar kitabda yazılıb, bunların hamısını öyrənə bilərsiniz. Sonra uşaqlar, deməli, elementlərin element atomları yerləşdiyi qrupun nömrəsinə uyğun olaraq maksimum valentlik göstərir. Bu cümləmə fikir verin. Element atomları yerləşdiyi qrupun, indi siz dövr haqqında bilmirsiniz deyə, qrup da dövrdür, bəlkə bunu bilməyə bilərsiniz. Bunun biz hamısını öyrənəcəyik, heç narahatçılığa ehtiyac yoxdur. Bu, indi belə tərif olaraq hələ ki əzbərləyin. Bunun əsl mövzusunu keçəndə tamaşa edirsiniz ki, mən nəyi demək istəyirəm. Deməli, element atomları yerləşdiyi qrupun nömrəsinə uyğun olaraq bunu niyə deyirəm? Bəzi testlərdə düşür. Ona görə deyirəm ki, testi yaza bilərsiniz. Element atomları yerləşdiyi qrupun, deməli, nömrəsinə uyğun olaraq maksimum valentlik göstərir. Amma istisnadır ki, fon elementləridir. Bunlar yerləşdiyi qrupa uyğun olaraq maksimum valentlik göstərmir. Belə ki, deyirik, oksigen 6-cı qrupda yerləşir, 6-cı qrupda yerləşir oksigen. Amma onun maksimal valenti oksigenin 3-dür. Oksigen haqqında danışıram. Və yaxud da azot. Azot deyirik ki, 5-ci qrupda yerləşir, amma onun maksimal valentliyi 4-dür. Və yaxud da flor. Flor deyirik ki, 7-ci qrupda yerləşir. Onun maksimal valentliyi, maksimal valentli deyəndə sabit valentlidə 1-dir. Maksimal heç yazma ehtiyac yoxdur. Sabit valentlidə 1 valentlidir. Amma 7-ci qrupda yerləşir. Tamam mı? Bu da belə. Sonra uşaqlar, valentliyə görə maddənin formunun tərtib edilməsi var. Bu necə olur? Məsələn, mən vermişəm alüminium X, O, Y. Mən bu X-in Y-i tapmağa çalışıram. X, Y nədir uşaqlar? İndeks, bəli. Deməli, alüminium valentliyi bildik ki, alüminium sabit olaraq 3 valentlidir. Yazıram alüminiumun yuxarı hissəsinə onun valentliyini. Oksigendəki sabit olaraq neçə valentlidir uşaqlar? 2 valentli. Deməli, biz maddənin valentliyinə görə formulunu tapanda həmin bu elementlərinin öz valentliklərini yazırıq yuxarı hissəsinə. Və çarpaz şəkildə bir-birinin ayağına yazırıq. Belə ki, baxın, oksigenin bu 2 valentliyi gəlir, baxın, bu alüminiumun ayağına. Və alüminiumun da 3 valentliyi gəlir oksigen ayağına. Deməli, onda bizim formulumuz alüminium 2O3 şəklində oldu. Aha. Sonra, məsələn, misal birində göstərək. Məsələn, xlor XOY. Oksigen 2 valentlidir, xlor 5 valentlidir. 2 gəlir xlorun ayağına, xlor 2, oksigen də gəlir, deməli, 5 də gəlir oksigen ayağına, olur xlor 2, O5. Və yaxud da, məsələn, deyək, kalsium oksid, X, Y yazaq da bura.
Oksigen 2 valentlidir, kalsium da 2 valentlidir. Belə olan halda uşaqlarda belə yazmırsınız da, kalsium 2, O2 yazmırsınız. Bu ikilər ixtisar gedir də. İxtisar gedirsə ixtisara aparın. Bu olur 1, bu da olur 1. Onda 1 gəlir kalsium yağına, oksigen yağına 1 gəlir. Yəni heç nə yazılmır. Yəni bu cür olmur. Yadda saxlayın. İxtisar gedirsə ixtisara aparın. Məsələn, birini də misal göstəreyim. Məsələn, mangan X, O, Y. Mangan deyirik 4 valentlidir, oksigen də 2 valentlidir. İxtisar gedir. Bu 4 ilə 2 ixtisar gedir 2'ye. Burada 1 olur, burada 2 olur. 1 gəlir bu mangan ayağına, yəni heç bir şey yazmırsınız. 2 də gəlir oksigen ayağına, olur mangan O2 şəklində. Bu da belə. Və uşaqlar, deməli adlandırma haqqında danışım. Deməli, məsələn, alüminium 2O3 deyirəm, gəlin adlandıraq. Əgər bizdə verilən element sabit valentlidirsə, baxın burada alüminiumda oksigen hər ikisi sabit valentlidir. Onu adlandırarkən biz valentlikdən qeyd eləmirik. Yəni bu alüminium 2O3 alüminium oksiddir. Yazırsınız alüminium oksid. Və yaxud da natrium 2O deyirsiniz natrium oksid. Sink S deyirsiniz sink sulfid. Əgər element dəyişkən valentlidirsə, baxın bu istilər bəzi uşaqlar üçün çox qorxulu gələ bilər. Uşaqlar vallah qorxmayın. Kimya ilk başda uşaqlara çətin gəlir. 1 ay, 2 ay üzərində işləyəndən sonra o sizin üçün çox asan fən olur. Əgər element dəyişkən valentlidirsə, məsələn baxın ferium dedim dəyişkəndir. Niyə? Çünki o həm 2 valentli olur, həm də 3 valentli olur. Baxın mən burada qeyd edirəm ki, burada 2 valentli olsun. 3 valentli olan halında qeyd edəcəm indi. Məsələn oksigenlə birləşməsi. Oksigen də bilirik ki, sabit 2 valentlidir. İndi baxın, bu 2 ilə 2 ixtisar getdi. Onda bu ferium oksid belə qalır da. Amma burada 2 gəlir bu dəmirin ayağına, 3 də gəlir oksigen ayağına. Yəni bunu ferium 2O3 şəklində yazıram. İndi baxın, mən bunu necə adlanacaq? Ferium nədir? Dəmir. Dəmir dedik dəyişkən valentlidir. Və burada valentliyi dəmirin 2'dir. O valentliyini mən mötərizə içərisində rum rəqəmdən yazıram. Yazıram dəmir 2 oksid. Yəni göstərirəm ki, dəmir neçə oksiddir də. Bəlkə 2 deyil, 3'dür. Mən bunu hardan bilirəm? Baxın, bu dəmirin yazıram burada yanındakı qırağında. 2 oksiddir. Burada amma məsəl üçün baxın yazıram ki, dəmirin valentliyi neçə olur burada? 3'dür. Dəyişibdir, 2 deyil, 3'dür. Ona görə deyirəm ki, dəmir 3 oksid. Mötərizədə yazıram 3 oksid. Ümidvaram ki, başa düşdünüz. Bir də uşaqlar, Yunan dilində də rəqəmləri burada hər ehtimalı yazın. İstəyirsiniz indi öyrənin, istəyirsiniz keyfiniz nə vaxt istəyir. Bu o qədər də önəmli deyil. Sadəcə indi öyrənmək istəyən uşaqlar da ola bilər. Bəziləri var ki, çox belə öyrənməyə maraqlıdırlar. İstəyirlər hər şeyi tez öyrənsinlər. Baxın, Yunan dilində rəqəmlər. Bunu bilsəz daha yaxşı olur. İndi deyən ki, sonradan öyrənə bilərsiniz. Heç bir fərq yoxdur. Yunan dilində rəqəmlər. Baxın, 1 monodur. 2 didi. 3 tri. 4 tetra. 5 penta. 6 heksa. 7 hepta. 8 okta. 9 nona. 10 deka. Bu da belə. Bir də uşaqlar kütlə payının hesablanması haqqında danışım. Kütlə payı uşaqlar omega ilə işarə olunur. Kütlə payı uşaqlar omega. Baxın bu omega nə oldu? Bəli, kütlə payı. Yenə deyirəm, nə başa düşməsəz, istənilən bir hissəsində heç nə çəkinmə ehtiyac yoxdur. WhatsAppdan yazın, yorumlarda yazın, nömrəmi yazacağım mən. Yəni nə bilmədiyiniz suallar olsa, hamısını qeyd edin. Mən sizə onun canının başına nizamı verəcəm. Deməli, omega kütlə payıdır. Biz omeganı necə tapırıq? Omeganın düsturu var. Omega element, yəni hansı elementin mən kütlə payını tapmaq istəyirəmsə onu yazıram. Məsələn, kükürdün tapa bilərəm, oksigen, azot fərqi yoxdur. İstənilən bir element, kuprum, misal olaraq deyirəm bunu. Bunu tapanda omegasını necə tapırsınız? Həmin o elementin A yerini, yəni tapmaq istədiyimiz o elementin kütlə payının tapırıqsa həmin o element, məsələn kükürdün tapmaq istəyirəmsə kükürdün ayrı, oksigen tapmaq istəyirəmsə oksigen ayrı, misal olaraq deyirəm. O elementin birləşmədə, molekulda nə qədər sayı varsa vururam sayına, n sayı göstərir. Sonra bölürəm m-ə,
vururam 100%. İndi belə uşaqlar tam belə başa düşmür. Ona görə gəlin nümunə şəkildə yazın, tam belə aydın olsun. Baxın uşaqlar, məsələn deyirəm ki, kuprum oksid maddəsində misin kütlə payını deyirəm, məsələn tap. Misin də deyə bilərəm, oksigendə. Gəlin ikisini tapaq. Fərqi nədir? Bunu necə tapırıq? Deməli yazıram omega mis. Gəlin birinci misi tapaq. Dedim ki, baxın misin A yeri. Düstur belədir, çünki omega element bərabərdir A yer element vurulsun indeks n bölünsün mr vurulsun 100%. İndi elementin A yeri, kuprumun A yeri neçədir? 64. Misin A yeri 64'dür. 64'ü vururam. Bu birləşmədə misdən nə qədərdir? Bir dənə. Vururam onun sayını 1'ə. Bölürəm ümumi mr-ə. Gəlin mis oksidin mr-ini hesablayaq. Bir dənə deməli mis var. Biri vurdum 64'ə. Bir dənə də oksigen var. Biri vurdum 16'ya. Yəni 80. Ümumi mr 80'dir. Böldüm 80'ə. Vururam 100%'ə. Buradan da tapıram ki 80%. Deməli 80% nədir? Həmin bu mis oksidin tərkibində misin kütlə payıdır. Oksigenin kütlə payını istəsəz, asan yolla, indi hər şeyi də hesaplamaq deyil də. Getdi verək. Oksigenin kütlə payı, məsələn kuprum oksiddə omega oksigenin kütlə payı. Dedik ki, omega kuprum 80% isə ümumi olan bir şey 100%'dir. 100%'dən 80%'ni çıxıb 20% oksigen tapa bilərsiniz və yaxud da elə öz qaydası ilə də hesablaya bilərsiniz. Yaza bilərsiniz ki, omega oksigen bərabərdir. Oksigen A yeri 16'nı vurursunuz, oksigenin bir dənə də 1'ə. Bölürsünüz ümumi mr-ə 80'ə, vurursunuz 100%'ə. Bu da olur neçə faiz? 20%. Baxın, bu da belə. Bu da kütlə payı haqqındaydı. Sonra var uşaqlar say nisbəti, kütlə nisbəti. Bu haqda danışım. Say nisbəti nədir? Məsələn deyirəm ki, H2CO3. Burada nə qədər hidrogen görürsünüz? 2 dənə. Nə qədər karbon atomu görürsünüz? 1 dənə, 3 dənə də oksigen atomu. 2 bölü 1 bölü 3. Karbonatın, deməli karbonat turşusunun nə idi? Say nisbəti. Və yaxud da əgər ixtisar gedirsə, məsələn glikoza C6H12O6. 6 dənə karbondur, 12 dənə hidrogendir, 6 dənə də oksigendir. İxtisar gedir 6'ya. Yazırsınız 1'in 2, 1 nisbətində. Baxın belə. Bir də var kütlə nisbəti. Kütlə nisbətin, məsələn, CO2-ni deyirəm kütlə nisbətin. A yer karbon 12'dir. A yer oksigendəki 16'dır. Bir dənə karbon atomu var. Biri vurursunuz 12'yə, oldu 12. Nisbət yazdınız. 2 dənə oksigen atomu var. 2'ni vurursunuz. Baxın, o 2'ni vurmalısınız da, vurmayanlar var. Yaddan çıxaranlar var. Sayı mütləq nəzərə alın. 2 dənə oksigen atomu var. 2'ni vurursunuz, oksigenin ayrı 32'yə. Və ixtisar gedir. İxtisar gedir neçəyə? 4'ə. Alınır 3'dən 8. Deməli, karbon qazının kütlə nisbəti 3'dən 8'dir. Və yaxud da karbon qazı olmasın, olsun. Məsələn, SO2 olsun. Kükürt, deməli, 4 oksid olsun. Və yaxud digər adına kükürt, deməli, dioksid olsun. Deməli, kükürdün A yeri 32'dir. Oksigen də A yeri uşaqlar 16'dır. Kükürtdən nə qədər görürsünüz? 1 dənə 32 nisbət yazır. 2 dənə oksigeni vurursunuz 16'ya. Bu da 32. İxtisar getdi, oldu 1'in 1 nisbətində. Bu belə. Sonra uşaqlar var kimyəvi formulun çıxarılması. Deməli, kimyəvi formulun çıxarılması bir elementin kütlə payı verildikdə kimyəvi formulun çıxarılması var. Bir də elementin kütlə nisbəti verildikdə kimyəvi formulun çıxarılması var. Gəlin birinci elementin kütlə payı verildikdə kimyəvi formulun çıxarılmasını öyrədim. Ondan sonra elementin kütlə nisbəti verildikdə kimyəvi formulun çıxarılmasını öyrədərəm. Baxın uşaqlar. Məsələn verirəm ki, misal olaraq birləşmənin tərkibində 75% karbon və faizi niyə belə pis yazdım? 75% karbon və 25% hidrogen olarsa birləşmənin formulunu tapın.
formulun tap. Baxın, burada mən kütlə payına verdim. 75%, 25%. O zaman nə edirsiniz? 75% nəyə aiddir? Karbona. 25% nəyə aiddir? Hidrogen. Mən deməli ayır karbonun 12 olduğunu bilirəm və ayır hidrogenin də 1 olduğunu bilirəm. Mənə verilən, bax, karbon və hidrogendir. Mən deyirəm ki, kütlə payına əsasən mən kimya formulu çıxarmalıyım. Yəni bilmirəm ki, karbondan nə qədər, hidrogendən nə qədərdir. Ona görə yazıram CX-Y. Mən bunu necə tapacağam? Mənə verilən karbonun faizini, 75%-i bölürəm karbonun ayırını, yəni 12-yə, nisbət şəklində yazıram. Hidrogenin deməli deyirəm ki, faizi 25%-i bölürəm hidrogen ayırı 1-ə. 75-i 12-yə böləndə uşaqlar alınır. 6,25, 25-də 1-ə bölündə 25 alınır. Gəlin bunu mən hər iki tərəfin 6,25-i bölüm. Buradan da alınır 1, buradan da alınır 4. Deməli, bu 1 nəyə aiddir? Karbonun. Bu nəyə aiddir? 4 hidrogen. Deməli, karbondan 1 dənə, hidrogenden 4 dənəymiş. Aydındır? Yəni, kütlə payına verəndə hər bir elementin kütlə payını bölürsünüz, həmin o elementin ayırını və nisbət şəklində yazırsınız. Bu qədər sadə. Bir də var ki, kütlə nisbəti şəkildə versə, məsələn, necə? Deyək ki, birləşmənin tərkibində deməli, karbon və hidrogenin kütlə nisbəti 9/2 olarsa, birləşmənin formulunu tap. Baxın, karbona uyğun olaraq 9-dur, hidrogen də uyğun olaraq 2-dir. Yəni, karbonun ayırın 12 olduğunu bilirəm. Hidrogen də ayırın 1 olduğunu bilirəm. Deməli, karbon X, hidrogen Y. Karbonun kütləsi neçə oldu? 9. 9-u bölürəm karbonun ayırını 12-yə. Nisbət şəklində yazıram. Deməli, hidrogenin kütlə nisbəti 2-ni bölürəm hidrogen ayırı 1-ə. Deməli, bu qısar gedir, olur 4-də 3, bu da 2-dir. Deməli, hər tərəfi 4-ə vursam, bu olur 3, bu da olur 8. Yəni, kəsildən azad elementdən ötürü bunu 4-ə vurdum, bunu 4-ə vurdum. Onda deməli, karbondan 3 dənə, hidrogenden 8 dənə olmuş olacaq. Bundan da kimya formulu tapdıq. Bu da belə uşaqlar. Bununla da bütün kimya işlə daşlar haqqında olan mövzu bitir. Başqa, bura kimi nə qaranlıq hissə varsa, nəzəri hissədən hələ ki test izahını verməmişəm. Nəzəri izahlarınızda problem oldusa, hansı sənə aydın olmadısa deyin. Mən də siz onu izahını yenidən verim. Hələlik uşaqlar, sağ olun.